Pavilyonda keçirildi. Bu artıq ikinci səhvimizdir. Və aramızda bəzi yeni üzvlərimiz də var. Onlara da xoş gəldin deyirəm. Əvvəlcədən sizə təşkilat haqqında qısa bir məlumat vermək istəyirəm. Rezident Gənclərin İctimai Birliyi 2007-ci ildə təsis edilmişdir. Yarandığı gündən bu günə qədər 30-a yaxın layihədə daxil keçirilmişdir. Layihələrin mövzusu müxtəlif olmuşdur, müxtəlif istiqamətlərdə olmuşdur. Buna gənclərin sağlam həyata təşviqi, gənc məhkumların sosial həyata adaptasiyası, gənclərin hüquqlarının öyrədilməsi və s. daxildir. Eyni zamanda idarə heyət olaraq prezident seçkilərində də fəaliyyət göstərmişik müşahidəçi olaraq. Mən özüm 2024-cü ildə idarə heyətimiz tərəfindən sədr təyin edilmişəm. Artıq 2 ildir ki, sədr vəzifəsini idarə edirəm. Bugünkü mövzumuz isə gənclərin inklüziv şəhər təşəbbüsləri. Gənclərin inklüziv şəhər təşəbbüsləri Bakı, Biləsuvar, Saatlı kimi rayonlarda ekoloji və ekoloji davamlılığı yetişdirmək üçün gənclərin könüllü fəaliyyətini stimullaşdırmaq, eyni zamanda ictimai məkanların təmiz və əlçatan olmasını təmin etmək deməkdir. Və bununla bağlı bizim bir neçə tədbirlərimiz olacaq, həm Bakıda, həm də digər bölgələrdə. Buna Biləsuvar və Saatlı daxildir. Bugün yanımda isə 2 dənə ekspertimiz var. Cəmiyyət İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimdir. Sözü ilk başa Qorxmaz İbrahimə verirəm. Buyurun. Hamımızı xoş gördük. Gənclərin qarşısında çıxış eləmək şərəfdir, həyəcandır, sevgidir və sizlərdən nəyisə öyrənmək bizim üçün çox böyük qürurdur. Biraz əvvəl qeyrətləsin dedim, bizim də bir gənclərimiz olur təbii ki. Allah sizlərin canı sağ eləsin və bizim gəncliyimiz həm ixtisasımız baxımından, həm başqa baxımdan çox aktiv keçir və inanıram ki, siz də bugün dövlət qurulunda dövlətimizin möhkəmlənməsində yaxından iştirak edirsiniz və edəcəksiniz. İstər o olsun, istər gələcək ailə həyatı olsun, hamısı universitetlərdə biliklə çoxlaşır və inkişaf edir. Bunun nəticəsində dövlətlər inkişafda olurlar. Bizim həyatımızın qayəsi, dövlətlərin həyatının qayəsi nədir? Vətəndaşlara yaxşı, dolğun həyatın təmin olunması, eyni zamanda maarif, bilik, ibtidai təhsil, orta təhsil, ali təhsil verilməsi. Çünki bunların hamısı dövlətin maddi gəliridir, siyasi inkişaf deməkdir və s. Yəni, təhlükəsizliyin birinci növbəsində gələn təhsil və mədəniyyəti güclü olmayan dövlətlər hər zaman zəifliklər və yaxud da başqaları qarşısında aciz olur. 2020-ci ildə Azərbaycan dövləti 44 gün ərzində, yəni dünya hər tarixində bunu etiraf edə bilmirlər, eləmək istəmirlər, çünki bir türk dövləti, Azərbaycan kimi dövlət, müsəlman bir dövlətin belə bir qələbəsi qəbul olur. Əslində, Azərbaycanın 44 günlük müharibədə və daha sonra 23-cü ildə sentyabr ayında Xankəndini və Qarabağın digər hissələrini bir patron necə gəlirlər, partlatmadan, bir mərrə partlatmadan azad eləməsi Troy atına bərabər şeydir. Niyə? Troy atına bənzər mən nə edirəm? Şuşa ətrafında, sizin hamınızın yəqin yadındadır, Şuşa ətrafında bir post quruldu. Ekologiya postu. Bu ekologiya postunda insanlar Qarabağın qorunması üçün, bura zərərli maddələrin gətirilməsi üçün ekologlar öncə orada oldular, orada qorudular və həmən o post Troy atına bənzər bir şey idi, dövlətimizin çox gözəl siyasəti idi. Qarabağa Ermənistandan silah gətirilməsinin, əskər gətirilməsinin qarşısı alındı. Birinci növbədə neynədir? Karbon qoydu və biz Allah siz gənclərin hamısının canı sağ eləsin, daha analarımız gözyaşı olmasın deyə oranı rahatça dövlətimiz ağırlı bir siyasətlə təmizlədi. Yəni bu bizim təhsilimizin və siyasətimizin, başarımızın nəticəsi idi. Yəni dövlət rəhbərimiz başda olmalılar. Bu işi biz başardıq. Yəni bu başarılar hər yerdə avamın necə deyirlər, başın diş tutmasına səbəb oldu. Bütün dünyada bunu rahatça deyə bilir. O bir tərəfdən də biz gəldik, əvvəldən dediyim kimi, insanların yaşam tərzidir. Yəni insanlar bugün
bütün dünyada ümumiyyətlə əhalinin 50%-dən çoxu şəhərlərə axın edib, şəhərlərdə yaşayır. Niyə? Çünki kəndlərdə iş yoxdur, kəndlərdə çətinlik vardır. Ümumiyyətlə, 19-cu sənayələşmə dövrü başlayandan tunç dövründən sonra yavaş-yavaş şəhərlər axın olmağa başladı. Amma xüsusən 19-cu ildə, 18-ci əsrdə Fransız burjua inqilabından sonra 19-cu əsrdə dünyada sənayenin gəlişməsi, dövlətçiliklərin yaranması, imperiyaların yavaş-yavaş, krallıqların, xanlıqların yavaş-yavaş dövlətlərə çevrilməsi insanların da şəhərlərə axın edib, burada özünə yer tapması olsun. Müxtəlif şəhərlərin müxtəlif inkişaf tarixçəsi var. Azərbaycanın da bir neçə şəhəri var. Böyük şəhərlərimiz, deyək ki, Bakı, Gəncə, Sumqayıt, ondan sonra Mingəçevir, Lənkəran, Şirvan və s. və ilaxır. Yəni, bugün çox yerə şəhər deyə bilərik. Əsas iri şəhərlərimiz Bakı, Gəncə, Sumqayıtdır. Bu şəhərlərin inkişafı, məsəl üçün, bizdə biraz anormal gedir. Çünki biz müstəqilliyimizi əldə eləmişik 1991-ci ildə, bərpa eləmişik, birinci ilə də Qopinsin dövlətimizi möhkəmləndirərkən, eyni zamanda krizə girmişik. Bizi həm Qarabağla təhdid ediblər, Rusiya və İran, digər bizi istəməyən dövlətlər Azərbaycanın bu sahədə zəll etməyə çalışıblar. Müəyyən mənada buna nail olublar. Digər tərəfdən də o zaman müstəqilliyimiz dövründə ölkədə qaz, işıq problemləri yaranmışdı. Yəni, ilk illərimizdə biz bunları yaşamışıq. Nəticə, daxili miqrasiya səbəb oldu. Daxili miqrasiya nə etdi? Hər kəs Bakı və Abşeron yarımadasına axın etdi. Sumqayıta, Bakıya yerləşməyə çalışdılar və burada bir şəhərləşmə oldu. Bugün də təxminən, yəni qeyri-rəsmi məlumatlara görə əhalimizin yarısı Bakı və Abşeron yarımadasında yerləşir. Digər qismi bu həm dövlətçilik baxımından, həm şəhər salma baxımından biraz anormaldır, doğru deyil. Amma hər bir dediyim kimi şəhərin şəhərləşmə tarixçəsi var. Bakının da şəhərləşmə tarixçəsinin əsas səbəbi neft və qazın karbohidrogen ehtiyatlarının kəşfidir. 19-cu əsr haqqında bura inkişaf eləməyə başladı və bugünkü gördüyümüz şəhər yarandı. Və bu şəhərin yaranması bizi nə qədər çox sevildirsə də Bakı paytaxtımızdır, Bakı şəhərimizdir və megapolislərin hamısında olduğu kimi bizim Bakıda da öz dərdlərimiz var. Yəni, işə yetişirik, dərsə yetişirik, orada qalırıq. Bunların hamısı bizim sağlığımıza təsir edir, sağlıq, başqa fəsadlar verir. Biz hələ bunu dərk eləmirik, yəni şübhəsiz bu sizə aid deyil, genel anlamda deyirəm. Amma əslində bizim uzun ömür yaşamamızın səbəblərindən biri stres yaşamamızdır, stresli yaşamamızdır və ilaxır. Yəni bunlar bizi gətirib bu yerə çıxır. Eyni zamanda bildiyimiz kimi dünyada bir global iqlim dəyişikliyi, necə deyənlər, son illər gündəm olur. Hər gün biz bunu eşidirik, hər gün ona şahidlik edirik. Bir göy gürültündə da onlar artıq yaşayır. Bunun özü də insanların yaşam fərsinə gətirib təsir edir. Amma iqlim dəyişiklikləri necə oldu? Şəhərlər dediyim kimi, yəni anormal miqrasiya nəticəsində şəhərlər böyüdü, planlaşma düz olmadı, Genplan, Bakının Genplan haqqında danışılır əhdiyətən. Mən başqa şəhərləri misal çəkmək istəmirəm, başqa dövlətləri misal çəkmək istəmirəm. Hər şey öz şəhərimiz üzərində durmaq istəyirəm. Nəticədə plansız bir şəhər yaranır və bu tərəfdən də qlobal istiləşmə gəlir, yağıntılar azalır. Bu il bahar çox yağıntılı keçdi, sərin keçdi, hamımız narahatdır ki, ay deyirlər, ay fəsillər deyirlər, bunun fəsil anlamı bir kərə bizdədir. Yəni biz bilirik ki, 4 fəsil var. Yəni ki, bəzi yerlərdə çox az bir yerdə 6 fəsil anlamı var. Bəzi yerlərdə heç fəsillər yoxdur. Yəni, qış yaşamır, Afrikanın çox ölkələri, bir çox diktatörlük uşaqlarda qış bilmirlər, deməli qış fəsili yoxdur. Yəni, bu nisbi bölgülərdir. Biz bu 4 fəsli yaşadığımıza görə hər zaman biraz yağıntı artanda narahat olur. Amma ötən ilin müvafiq dövründə istidən yanırdı, hamımız qısa qolda gəzirdik, şəhər dənizdə çömürdük may ayında. İndi yoxdur, biraz narahat. Bu da qlobal istiləşmənin həm psixolojik, həm də gerçək təsiri. Qlobal istiləşmənin isə
bəşəriyyət qəbul eləmir. Bəşəriyyət dediyimizdə, yəni bəşəriyyət kimdir? Dünyanı idarə edən böyük sənaye dövlətləri, böyük imperialist dövlətlərdir. Hər nə qədər imperiyalar 19-20-ci əsrlərdə dağılıb, kiçik dövlətlər yaranır. Hələ biz normal çıxardıb sata bilmirik. O baxımdan, yəni bugün Azərbaycan su krizisi olan ölkələr siyasında deyil, su qıtlığı olacaq ölkələr siyasında deyil. Xüsusən Qarabağda geri aldıqdan sonra bizim su ehtiyatlarımız düzəlib. Və yeraltı su ehtiyatlarımız bizim kifayət qədər var ki, o da dövlət tərəfindən xüsusi qorunur. Yəni, istədiyiniz vaxt gəlin, deyək ki, Muğanın Beliz düzündə mən artezdən qazıram, su çıxardım, buna icazə verilməz, artıq dövlət buna icazə verilməz, çünki dövlətin strateji məhsullarına girən məsələdir. O baxımdan bu suyun şirinləşdirilməsidir, yəni mənasız bir şeydir. Bakı şəhəri kimi bir şəhərə su daşımağın da yeri yoxdur. Birinci hissədə mən dedim, yəni qazonu suvarmaq yerinə Yovşan əkəcəksən, Yovşan su istəmir, qardaşım. Yovşan gözəlliyi verir, Bakı səhra şəhəridir, səhrada Yovşanı memarı qaydada əkəcəksən, bitəcək. Zeytunu əkəcəksən, bitəcək. Söyüdə əkirsən, su istəyir söyü, yağış su istəyir, hava suyu istəyir və suyu Ağşəhərin keçmişi qarı şəhərdir, yəni bir neft tullantılarının olduğu şəhərdir. Vaxtilə, indi bax bugün hamı bələdiyənin danışır, amma bələdiyədir, amma vaxtilə 19-cu əsrin axırında, 20-ci əsrin əvvəlində Bakı şəhərinin güclü bələdiyyəsi oldu. Bələdiyyədən hətta tələb olunub ki, qara şəhəri ləğv eləsin, Ağşəhər. Bələdiyyədən tələb olunub ki, bunu eləsin. Çünki Qarı şəhərin zəhəri bu Ağşəhərə, yəni içəri şəhərdir. Buralar şəhərə aid olmuşdur. Buralar otlaq sahəsi olmuşdur. O bildiyiniz enzez, çeşilər falan, otlaq sahəsi olur. Neft bunları çeşiləndirir. Beləcə də Ağşəhəri çeşiləndirir. Güzel. Hökumətimiz qəşəng siyasi son 100 ildə deyək, 20-ci yüzyılda, 20-ci yüzyılda Xəzər dənizi birinci dəfə qalxıb gedir. Həm dövlətin pulu gedir, həm də şəhər salmada plansızlıq yaranır. Deyər dediyim betonlaşma ən böyük xəstəlikdir, siz bunu hiss eləmirsiniz. Məsələn, o günləri mən dedim, mən xoşlayıram bu şeyi deməyi. Afina şəhəri, Yunanistanın paytaxtı Afina şəhərində 9 mərtəbənin üstündə binalar tikilmir, qadağandır. İki səbəbi var. Bir, Akropolis, bildiyiniz məşhur tarixi yer hər yerdən görünməlidir. İki, tektonik zonadır. Tektonik zonada hündür mərtəbəli binalar davamlı deyil. Düzdür, indiki texnologiya ilə bəlkə ola bilir. Bunların səbəbindən Afinanın harasına baxsın, o bir tərəf görünür. Yəni, müəyyən görünür. Eyni zamanda Bakı Xəzər sahilində yerləşən şəhərdir. Bunun üç tərəfi dənizdir. Hər tərəfi dənizdir. Amma hamı deyir ki, mən gedib dənizə yaxın yerdəyim alım. Amma heç kim deyir ki, bu şəhərin planlanması elə olmalıdır ki, baş arxitektura budur. Baş memarlıq budur. Elə olmalıdır ki, o havadan hamı faydalanmalıdır. O dənizin havası axmalıdır. Eyni zamanda bu Bakı şəhərində ilin 365 günün hardasa 260 günü külək olur. Bunun 200 günü daha qüvvətli olur. Və bu binalar o küləyə uyğun tikilməlidir. Heç bir ona uyğun tikilmir. Burada Amerika səfərinin yuxarısında bir küçə var. Oradan keçəndə adi vaxtda da əsir hiss edirsən ki, meh əsir orada. Amma küləkli havada oradan keçmək olmur. Bəzən az yaşlı uşaqlarımızı, zəif çəkili insanlarımızı külək ataq edir. Niyə? Çünki bir tünel yaradılıb oradan, düzgün inşaat olmayıb və o tünel çəkir aparır. Bəlkə bir zaman gələcək, külək artanda insanları soğurub aparacaq, maşınları soğurub aparacaq, o burulğan effekti kimi bir şeylərdir. O baxımdan bu çox önəmlidir. Sonra iqlim dəyişikliklərinin təsirləri okeandan, Tethys okeanından qalandır. Nə baş verir? Qalxma baş verir. Zəlzələlər bugün də görürsünüz, zəlzələlərdən danışırıq, tektonik hərəkətlər. Baxırsınız, hökumət böyük xətt çəkib İsmailli yolunu düzəldir. Çünki har düzəldirlər, uçuruşlamakla üstü getdi, sürüşdü. Bu nə deməkdir? Cavan dağ əmələ gəlməz orası. Ona görədir. Məsələn, Kiçik Qafqaz qədim dağ əmələ gəlməz orası olduğuna görə orada qalxma getmir, orada artıq enmə gedir. Ona görə də məsələn, oranın meyvələri daha dadlıdır, daha qədim minerallar yer altında çıxır və ondan qalxırdı, niyə endi?
1990-cı ilə qədər Xəzər dənizinin səviyyəsi o qədər qalxmışdı ki, bugünkü gördüyünüz bulvarı hökumət qaldırdı yuxarı, aşağıdaydı, dəniz qalxmışdı. Bir çox obyektlər, Nabranda falan da sıradan çıxmışdı. Amma indi dəniz çəkildi, getdi, xüsusən Xəzərin şimal hissəsində bu dəhşətli dərəcədə hiss olunur, yəni yüzlərlə medir, çünki orada dəniz dayazdır. Bu 1200 kilometrəlik. Mən də bir sizin yurttaşınız olaraq, sizin xoşbəxt olmanız və millətin inkişafında, dövlətin inkişafında iştirak eləməniz üçün hər şeyi verməyə hazıram və siz də verimli olun, siz də oxuyun, bilinçli olun, öyrənin və sual verin, cavab alın. Təşəkkür ederim. Yəni, çox yorulmaq istəmirəm, istənilən qədər sual verin. Sağ olun. Sözü Cəmiyyət. Çox sağ olun. Oradan da Korkmaz bəlkədə gənclərlə ünsiyyətdə olmaq, söhbət eləmək çox maraqlıdır. Amma bir zəhmət olmasın. Korkmaz bəy çox ətraflı ekoloji problemlərdən, şəhər salmanın, ekologiyanın vəhdətindən, ətraf mühitin, yəni şəhər salmanın ətraf mühitin təsirindən, ətraf mühitin insanlara təsirindən geniş danışdı. Əslində, Korkmaz bəy bu sahədən mən görmüşsünüz, televizyonlarda tez-tez ekspert kimi çıxış edir. Bu saatlarla danışırlar, amma o da bilir ki, bizim gənclər son vaxtlar dinləməkdən çox danışmağa çox istəyirlər. Mən də çalışacağım bu şəraiti yaradaq ki, bu interaktiv bir ünsiyyət yaradaq. Sadəcə olaraq sizi yormayan və bəziləri tanıyılan, bəzilərlə ünsiyyətimiz olur bir içində, amma bəziləri tədəsiz istəyərəm ki, sizin də fikirlərinizi bilək, siz də bu prosesdə daha fəal olsun. Ümumiyyətlə, mən tanışıq olacağım, amma hər halda bir söz deyim. Ümumiyyətlə, belə bir pedagogiyada belə bir üsul var ki, insan praktik cəhətdə nə qədər nəyisə istifadə edirsə, bu daha çox yadınlar. Mən yeni gəlmişə elə belə diqqətli saxlayım, ola bilər gələcəkdə daha çalışmalıyım. Mən dövlət qurulunda xərbi komissiyasının üzvüyəm. Dövlət İmtahan Mərkəzində, dövlət qəbul prosesində iştirak edirəm. Və orada mən artıq 15 ildir prosesdəyəm, eyni zamanda. Mən orada, məsələn, adicə bir dəfə insan gəlir, müsahibəyə gəlir imtahan dövründə, birinci dəfə gəlmə həyəcan keçirir, onlara bilmir. Amma növbəti dəfə artıq prosesdə, o ki, yadında qalır, ünsiyyətdə, sual-cavabda onlar daha mükəmməl cavablar verir. Yəni, belə bu artıq təcrübədə təsdiq olunmuş bir metoddur, bir üsuldur ki, dinləməkdən daha çox interaktiv bir vəziyyətdir, daha çox praktik bir sahədir. Məsələn, dinləyənlərin yox, başqa bir təlimdə idi. Canan xanım, iki bacı. Söz düşdü diplomlar zaten, iki diplomda olmanın xeyri var, yoxsa ağır olmalı, kifayətdir ki, insan uyğun qalmasın. Mən də bir mütləqdir olmalı. İstənilən insan birinci peyğəmbər olmalı, canlı olan kimi bütün hər şeyi bilsin, hər şeyi nasıl böyle bir şey olur. İstənilən olmalı. Xanım dedi ki, mən 5 yılda oxuyuram, bilirsiniyəm, yəni oxuyuram, bilirsiniyəm. Amma bir tanıdığım adamlar ali təhsil almalı, məktəbi bitirəndən sonra getdərmişsə, xarici ölkələri, lokantalarda işlədi. Çox sərbəst danışır, çox rahat danışır. Mən o xanımı izah etmək istəyirəm ki, sizdə problem varsa, hər yana onun üçün oxumaq vacibdir ki, bizim Sovet dövründə bir əlmə var idi. Rus dilini bilmək iltihablı sayılır. Rus dilində işə yaxşı, işə vermək üçün Rus dilini bilmək. Bu gün mən əlimiz olmada sadəcə olur Rus dilini. Amma Rus dilini bilmək yeterli değil ki insan yaşaması. Ya İngiliz dili yeterli değil ki insan yaşaması. Dil bilmek vaciptir ama bu ya diğer sahibi, eğitim sahibi, bazara sahibi olmuş daha vacip. Mesela bak ki İngiliz dilini bilir, mesela diyelim ekologiya naziri təyin edirlər və yaxud da ekologiya əsasında bir yaxşı bir məsuliyyətli bir vəzir, səlahiyyətli bir vəzir təyin edirlər. O İngiliz dilinlə o idarəni edə bilməz, İngiliz dili bilimlə idarə edə bilməz. O mütləq o sahəni bilməlidir, amma İngiliz dilini də bilməlidir. Ona bir belə deyək də bir əlavə bir üstünlükdür ki,
mənbələrdən oxuya bilir, birbaşa ajurnaldan oxuya bilir, digər insanlarla müsətdə ola bilir. Amma mütləq şəkildə bu belə digər sahəni bilməkdir. Amma o mənada deyirəm ki, biraz çalışacağım sizlə kontakt olun, daimi müzakirə edək. Mesela burada tələbə, əksəriyyətimiz tələbə sizlərdir. Tələbə olmayan var mı? Orta məktəb uşaqları, tələbə ümumiyyətlə siz bitirmişsiniz. Siz hakim, qanunumuz məzunsunuz, tələbəsiz. Orta məktəbdə oxuyan yoxdur. Şükür Allaha ki, yəni hamımız tələbəsiz. Hansı universitetin tələbələrisiniz daha çox? Biz hamı da belirli. Həzən Üniversitesi. 60. Sizin üniversitede en çok adını değişen üniversite. Birini ödeşinden sonra derhal adı adını değiştirir. O bir de heybette olan. Azerbaycan Üniversitesi. Seçim çağrısını kim edin? Okumuş sever. Hangisi? Asfalt kutelerdesiniz. Bilmem var mı? Sumqayıtdır. Fransız. Ha bu. Başkan olmalı. Başkan olmalı. Slavyan. Bakine. Yünek. Kızlar Üniversitesi. Mezun olarak istiyorum. Benim haram bitirmişsiniz. Abi. Mektebi. Ha, bu mektep bitirmişsiniz. Ha, bak. Dedim de siz hara gelmek istiyorsunuz? Ben İtalyan. Tabii. Ne kısasını geçmek istiyorsunuz? Beni havaalanı. Siz mektebiniz. Sonuçta hiçbir sevdiğiniz sıratma mektebim. Önümüzden çıkarmasınlar. Önce hazırlaşırsınız. Yoksa hemen bitirmemişsiniz. Siz. Mektebi tarihte oluyor. Allah'ın başım. Yok problem yoktur. Səmimi olaq, heç bir problem. Siz əlsiz bilirsiniz. Siz? Yudum alır. Əlsiz məktəb. Ha, bak. Fərq məktəbini soruşalım da heç kim bizəsən çıxartmadı ama qalım oldu ki, 3 Korkun başta çıkararsınlar oradan Tabii, məktəb olmalı. Yəni siz artıq, siz elə bir ki, digərlərinə bir addım olmalı. Siz artıq indidən fəal. İntegrasiya. İndidən başlamışsınız bu proseslərə başlamalı. Çox maraqlıdır. Mənim adım təqdim edənlər, mənim adım Əhməd Abbas bəylidir. Mən uzun müddətli həm Qorxmaz mənim Bəyək Qeyrəsinin arasında həm ölkənin ictimai siyasi prosesində iştirak eləmişim, həm qeyri sahəsində müəyyən vaxtilə Elmlər Akademiyasında işləmişəm, pedaqoji sahədə işləməmişəm. Amma belə rektor kimi uzun illərdir ki, çalışıram. Pedaqoji sahədə işləməməyin səbəbi biraz səbirsiz ol. Mən çalışıram ki, öyrətmək istədiyimin daha çox nəticəsini alır. Nəticəsini aladığım yerdə çox təsir olur, ona görə də uzaqlaşır. Mən böyük oğlum var, indi müvafiq orqanlarında işləyir. Mən müvafiq olmuşam, özüm baksır olmuşam. Mən özümü aparırdım məşq eləməyə, misal üçün onu dedim. Mən bunu öyrədəndə gördüm ki, alınmayanda biraz əsərləşirdim. Məşqçi gəldi, 2 sənə çəkildi, dur, mən özüm öyrədəcəm. Sən onu istəyirəm nəticəni tez alırım. Ona görə mənim bilmiyim sorun. Ki, mən nəticəni tez bilmiyəndə özümü narahat hiss edirəm. Ona görə pedaqoji sahədə fəaliyyət göstərməmişəm, onu elmi sahədə çoxlu araşdırmalarımız var, xüsusilə bir ixtisaslıqsa soruldu, bir çox sahələrdə sosiologiya ilə bağlı. Ölkədə ilk sosioloji tədqiqat işləri yaradan
təşkilat aparan təşkilat mərkəzin yaradıcılarına biriyəm. Mənə bir 30 il bundan kitab olmuş. Təəssüf ki, bugün sosiologiya biraz ölkədə o qədər popülər deyil. Çünki məsələn, mən Amerika Birləşmiş Ştatlarında Gallup Institutuna orada təcrübəyə keçmişəm, məşhur. Mən işləmişsiniz Gallup Institutuna? Eşitməmişsiniz Gallup Institutu dünyada ümumiyyətlə siyasi prosesləri, iqtisadi və maliyyə proseslərini sosioloji təhlilini verən mərkəzdir. Böyük bir 20 mərtəbəli bir binadır, Vaşinqtonda yerləşir. Bütün təsəvvür edin ki, o institut ayrı ölkələrdə siyasi proseslərə təsir eləmək imkanı. Sosiologiya elə idi ki, və ya bu və digər hakimiyyət təşkilinə və ya sayılarına politologiya ilə məşğul olan var aramızda, yoxsa yoxdur? Yoxdur. Belə bax, daha çox sizdə texniki fənlər. Tutaq ki, ürləri marketinqlə, bazarı müəyyənləşdirmək üçün xaricdə mütləq şəkildə sosiologiya ilə İndi mən çıxışımda nəyə gələcəm, niyə görə giriş belə bu ürlərim şəhər salmada dünyanın bütün ölkələrində mütləq şəkildə ictimailə öyrənir. İctimailə mütləq şəkildə öyrənir. Bu və digər formada hər hansı parkın salınması, kəndin salınması, şəhərin adicə binanın fasadının dəyişdirilməsi həmin ərazidə mütləq şəkildə ictimailə öyrənir. Azərbaycan Respublikasının qanunvericiliyində də İctimai İştirakçılıq haqqında qanun var. İctimai İştirakçılıq haqqında qanunda ictimai iştirakçılığın 5-6 forması var. Bunlardan biri də rəyin öyrənilməsidir. Bu və digər şəhərlər, məsələn, bələdiyyələrdən tutulmuş, yerli səviyyədə ictimai öyrənilməsi var, dövlət səviyyəsində də var, bütün regional səviyyədə var, bütün ictimai rəyin öyrənilməsi lazım şəhərlər. Bu tədbirlərin sorumluluğu bu nədir? Bilirsiniz mi? Azərbaycan dilləri buyur. Bunun əsas məqsədi, ümumiyyətlə bunun əsas məqsədi dünyada yaşamaq senin altında bir danışmaq fikirləri. Bax, bu, yəni, bax, tutaq ki, tarixin müəyyən dövrləri olur ki, şəhərlər boşalır. Hansı dövr olur ki, belə şəhərdə insanlar yaşamıyor? Hansı dövr? Azıq dövr. O ümumiyyətlə orada şəhət olmuyor. Hansı dövr olur ki, tarixdə dövrdür, sinema tarixdə bir dövrdür ki, ümumiyyətlə şəhərlər, Kiçik aglomerasiyaların olduğu vaxtları deyirsiniz, böyük megapolislərin çevridən vaxtını yox, əslində şəhər olmamalı. Şəhərlər ümumiyyətlə olur. Bax, bir şey var, intibah dövrü, hansı dövrü? Renesans dövrü, şəhərlər hansı dövrü? Məhz, buyurun. Azərbaycanda mamalar Yox, bax, ümumiyyətlə tək Azərbaycan olmalıdır. Bu, dünyada bax, dünyada böyle gedən bir prosesdir. Şəhərlərin öldüyüdür. İnsanların şəhərdən kəndlərə axın elədiyi dövrüdür. Bu feodalizmdir. Çünki feodallar hərəsi bir qəsr tikirdi. O dövrün sənaye yox idi. Qəsrin ətrafında, Rusiyada müstəmləkəsinin ətrafında təhkimçilik yoxdur. Təhkimçilik olan olanda hər feodalın ətrafında 50-100 dənə kənd olurdu. O insanlar o kənddən çıxa bilməzdilər. Mütləq o kənddə kənd təsərrüfatından, heyvanlarla məşğul olur, qazancında feodala vermək. Bu dövr, ümumiyyətlə, dünya şəhərlərinin ölüm dövrüdür. Çünki hamı kəndlərdir, kənd təsərrüfatı. Və intibah dövrü başladı. Artıq şəhərləşmə uçurmuşdur, sənaye yarandı, sənətkarlıq inşallah. Şəhərlər, həmin o qəsrlərin ətrafında başladı, yeni şəhərlər formalaşmalı. Sənətkarlıq inşa edir və tədricən artıq Misir'də bir karakter. Siz Rus demişsiniz. Edip Misir ve Kahire'de olanı Kahire. Benim bizim Kahire. Kahire'di. Üstünde Kahire'di. Ona göre ikimiz de Rus üstünde olmadı. Yani birçok ülkelerde olur ve sonuncu defede Kenya'da Azerbaycan'la bağlı devreler olmuş olursunuz. Ama bu sade içmeli su dünyada her yerde.
suyun qiyməti, dəyəri getdikcə artır və bir çox ölkələrdə yoxdur. Su ehtiyatları tükəndirilməyə görə artıq su bir çox məsələ tutaq ki, bizim üçün gənclik vaxtında hesablamada görürük ki, suyu bununla ala bilərik. Ən yaxşı halda 3 qəpiyə 5 qəpiyə sən onu danışırıq. Yəni, başqa hansı məsələ bununla bağlı yazıcılar var? Sana size söz vermem, söz vermiştim. Qazaxıstanın Almaty şəhərindən Nə ilə bağlı? Bu şəhər salma ilə bağlı. Bax, Qazaxıstanın gözəl bir təcrübəsi var. Bilirsiniz, o İçkilər şəhərdən hansılar? Astalanı dedik. Paytaxt kimi tikilir. Paytaxt məqsədi ilə tikilir. Yəni, o, məsələn, əvvəllər şəhər olmuyor. Sadəcə yeni bir paytaxt, bütün o administrativ inzibati binaları yerləşdirmək və dövləti idarə etmək üçün və digər problemlərdən uzaq olmaq üçün məxsus olan dünyada bir neçə platformda çağırırsan. Biri Astanadır, sonra kimdir? Dubay paytaxtdır. Azadlıq zonu. Abu Dhabi'dir. Pakistan'da İslamabad məxsus olaraq Karachi çox qalır. İslamabadda ona görə saldılar ki, xəstəlik başlanıb gedir. Ora çox çekilir. İslamabad, mən böyük olub yaxınlarda İslamabad. Çox direkt orada qalır. Gəlindən sonra deyirlər, bir aydan görə düyü yeyir. Çünki qədər düyünü şəhərdən aşırır. Səhər yeməyi düyü aşırır. Amma səliqəli şəhər. İslamabad, sonra Washington məxsusi olaraq ştatlar arasında. Washington'un düzdür, onun bir siyasi mahiyyəti də var idi. Çünki niyə görə? Amerika Birləşmiş Ştatları İngilizcəsində States'də bilirlər ki, 50 dənə dövlətin müqavilə ilə birləşməsidir və bundan hər bir dövlət istəyir ki, təbii istəyər ki, mənim şəhərim paytaxt olsun. Və kompromis üçün Washington DC deyilən bir ərazi var. Heç bir ştatın tabi deyil. Müstəqil bir formada heç bir ştatın ərazisindən orada bir ştatın ərazisindən bazarımız olmalıdır. Urbanizasiya siyasətidir. Moda sənədlərinin birinci punktu. Bu urbanizasiya siyasəti ümumiyyətlə şəhər salma ilə bağlı bütün prosesi tənzimləyən bir sənəd. Bu terminlər təbii ki, hamı üçün aydındır. Urbanizasiya nədir, bunların hamısının ehtiyac yoxdur. Amma bu əsas moda sənədlərinin birinci funksiyaları bunlar. Texniki dəstəkdir, qlobal əməkdaşlıqdır. Və yaxud dedim, bunun yaranması ümumiyyətlə məqsədi. Tüm dünyada bu digər məsələlərlə bağlı məlumat, informasiya əməkdaşlığı eyni zamanda bir-birinə ötürülməsindən söhbət gedir. Və burada söhbət hansı bir dar çərçivədə, o keçmişdə var idi, dar çərçivədə özüm üçün yaxşı şərait yaradım. Dünyada nə baş verir mənə? İndi mümkündür. Qloballaşmanın məsələsiz problemləri odur ki, qısa bir məhdud bir çərçivədə insan özünə cənnət qura bilmir. Məsələn, yer gəlmişkən, biz o Bəhranın o yenilikdən danışır. Bir mövzu deyil, amma bir məsələ toxunur. Tutaq ki, Azərbaycanda elə sahələr var ki, mən əminəm ki, orada qətiyyən rüşvət yox. Qətiyyən yox. Bunlara bugünkü iş yeri problemi var. Yaşamaq, şərait gözəl, amma bu qazanmaq günlər iş yerlərlə bağlı problem var. Onu və bayaq dediyim, 3 dənə komponent, 3 olmadı ki, hər yaşamır. Yaşayış, iş və istirahət. 3 komponent birbirini tamamlamalı. 3 komponent olmasa, şəhərlər orada mümkün, orada yaşayış, şəhər ölür, şəhər yaşayış, inkişaf edəlir. Bu günlərin gözəl binalar tikirlər, gözəl istirahət məkanları tikirlər. İnsanların hər biri evini, girirsən evlərində, sonra bəzilərdə problem çıxır, amma normal şeydir. Aynı hamımız, mən bizim də tutaq ki, evdə su da bırax bilər qonşuda, su da axıda bilər, namıq da xarab ola bilər, nə bilim olur. Amma o cür hazır evlər verilir, amma bir neçə aydan sonra, məsələn, mən Laçına getmişdim, sonra baxıram ki, Laçında bəzi evləri
boşaldı. Yəni bağlayıb çıxıb gediblər. Çünki iş yerlərlə ancaq xidmət sahələrində restoranlar, kafelər, istehsal sahələri